Hamza salam dostlar. Bu videoda Samsung Galaxy A37 adlı telefon incələyirik və həmən başlayaq. Dostlar, sizdən bir xahişim var. Bu da odur ki, bu videoya keçməmişdən əvvəl bu kanala abunə olaraq videoya like atmağı unutmayın və həmən başlayaq dostlar. Telefon həqiqətən dizaynı xoşuma gəlir. Ümumiyyətlə Samsung telefonların dizaynından xoşuma gəlir. Ancaq A26 modeli xaric. Çünki A26-nı həqiqətən pis günə qoymuşdular. Ona görə də mən onu bəyənmədim. Ancaq A37 həqiqətən qəşəngdir. Həm incə çərçivə, həm nöqtə şəklində kamera, həm də üçlü arxa kamera, Super AMOLED ekranda öz yerində, tutuş hissiyatı yaxşı olsun deyə çərçivələrdə çıxıntılar da görmək mümkündür və üç rəngində gözəlliyi göz qabağındadır. Telefonun dizaynı haqqında xırda məlumatdan sonra xüsusiyyətlərinə keçək dostlar. 5G-ni dəstəkləyən telefon aprelin 9-u istehsal olunub və martın 25-i istehsal olunub, ancaq aprelin 9-u satışa çıxıb. 200 qram telefondur, IP68 sertifikatı var. Yəni bu da deməkdir ki, yarım saat 1 metr yarım suda qala bilir. Victus Plus şüşə ilə qorunan ekranımız Super AMOLED-dir. 120 Hz 1200 nit parlaqlığa çıxır və dediyim kimi, yəni Victus Plus şüşə ilə qorunur. Full HD Plus bir ekrandır və bu ekran 120 Hz-dir. Yəni yenilənmə sürəti də yaxşıdır. Android 16 ilə işləyən telefonumuzun Vaio yarayıcı 8.5 ilə işləyir və Exynos 1480 kimi müasir tələblərə cavab verən 4 nanometrlik prosesor mövcuddur burada. Nüvələrimizin sürəti dostlar 2.75 GHz-dir, başda 3 GHz-ə yaxındır. Ancaq orta sinif, yəni o qədər də güclü olmayan, ancaq güclü olan nüvələrdən istifadə olunub. Yəni A78 2020-2021-in yaxşı nüvələrindən idi bunlar. A55 nüvələri də burada köməkçi nüvə kimi istifadə olunub və Xclipse 530 kimi orta sinif bir ekran kartından istifadə olunub. Bu da pis deyil. Yəni pis deyil. Oyun oynamağa da yarayır. Orta səviyyə və üst səviyyə arası çox da yəni üstünə getmək olmaz. Dostlar, telefonumuz maksimum 256 GB yaddaş və 12 GB RAM-la gəlir və kameramız 50 megapikseldir. F1.8 optik stabilizasiya ilə gündüz vaxtı yaxşı şəkillər çəkir. Gecə biraz qaranlıq olur, daha biraz pis şəkillər çəkə bilər. 8 megapiksellik kameramızın f2.2 diafragması mövcuddur. Ultra geniş bucaqlıdır. 5 megapiksellik makro kameramız da mövcuddur. 4K 30 FPS çəkən telefonumuz 1080 60 FPS-ə qədər video çəkir. Ön kameramız 12 megapikseldir və 4K 30 FPS, 1080 30 FPS video çəkir və HDR dəstəyi də var təbii ki. Cüt kolonkadır dostlar. Yəni bu telefon üçün NFC də mövcuddur. Dostlar, ekranımız AMOLED olduğuna görə də necə deyim, barmaq izə qoyucusu ekranın altında yerləşdirilib. Bu da pis deyil. Həqiqətən optik skaner da, yəni daha müasir görünəsidir. Dostlar, telefonumuzun Antux halı 1 milyon 5380 1 milyon 53896 xaldır. CPU-muz 371 min xal yığır. Bu da bu telefonun yaxşı, pis gücü olmadığını göstərir və throttling testlərində isə 1 saatlıq səhv eləmirəmsə testin ardından sadəcə %90'lara qədər, yəni %91'lərə qədər performansın düşdüyünü görürük. Bu da pis deyil. Prosesorumuz yaxşıdır, ancaq nüvənin sürəti yüksək olduğuna görə isinmə prosesindən dolayı biraz performansda aşağı düşüş burada qeydə alınıb. Performansımız əslində pis deyil, throttling cəhətdən də telefon həqiqətən yaxşı bir nəticə göstərdi. Yəni bu telefon pis telefon deyil. 700 manat civarında olması lazımdır, səhv eləmirəmsə. Yəni telefon haqqında son rəyim budur ki, ala bilərsiniz, könül rahatlığıyla alıb işlədə bilərsiniz. Videodan bu qədər. Dostlar, bu videoya like ataraq kanala abunə olmağı da unutmayın. Özünüz yaxşı baxın, sağ olun, salamat qalın.